Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 5-ci ayə. Uləikə. Uləikə sözü onlar deməkdir. Amma işarə əvəzlidir. Yəni uzaqda gördüyünüz kəslər və kişi cinsindədir. Onlar. Yəni uzaqda işarə edirik, işarə əvəzlidir. Onlar alə üzərində hudən hidayət edən yaxud da doğru yol kimi də gedir. Burada alə hudən bir yerdə tərcümə etməli. Ümumiyyətlə ərəblərdə, misal üçün bizdə deyirik evdədir. O dadə şəkilçisi Azərbaycan dilində sonda yazılır. Evdən çıxdım. Dan-dən sondadır. Amma ərəblərdə dan-dən yaxud a-ə bütün şəkilçilər öndə gəlir. Burada da ona görə alə hudən alə üzərindədir. Dadə kimi də gedər. Hudən hidayət edən doğru yol. Yəni alə hudən doğru yol üzərindədir. Belə də demək olar. Burada da uləykə var deyə, yəni onlar demək də olar ki, onlar doğru yoldadırlar. Doğru yol üzərindədirlər. Yəni cəm də demək olar, tək də demək olar. Zaten orada uləykə sözü var. Yəni onlar sözü var. Min dan-dən şəkilçisidir. Rəb deməkdir. Him onlar. Buradakı him sözü qayıdır uləykəyə. Yəni işarə əvəzliyinə. Ona görə him sözünü ümumiyyətlə öz demək olar. Öz Rəbbi tərəfindən, onların Rəbbi tərəfindən. Min dan-dən deməkdən də tərəf kimi gedir. Yəni Rəbbindən deyə bilmirik. Yəni orada hörmət əlaməti kimi Rəbbi tərəfindən desək daha gözəl alınar. Öz Rəbbi tərəfindən, onların Rəbbi tərəfindən də demək olar. Dediyimiz kimi min görürsünüz dan-dən daha öncə gəlir Rəbb sözündən. Ərəblərdə belədir. Yəni onlar öz Rəbbi tərəfindən doğru yol üzərindədir kimi tərcümə olunur. Və bağlayıcı uləykə yaşıl rəngdə gördüyümüz ikinci dəfə yenə qeyd olunub. Yenə işarə əvəzliyi onlar, həmçinin onlar işarə əvəzliyi hum. Yenə dedik hum artıq onlar var deyə işarə əvəzliyi. Artıq hum deyəndə onlar kimi də gedir. İki dəfə də Azərbaycan dilində onlar deməmək üçün əsil özləri, onlar elə özləri də demək olar. Əsil də demək olar, həmçinin də demək olar. Əl-muflihun, yəni nicat tapanlar deməkdir. Yəni muflihunə nicat tapanlar deməkdir. Və ümumi tərcümədə əsl nicat tapanlar da onlardır. Yaxud da ki, onlar özləri nicat tapanlardır da demək olar. Onlar öz Rəbbi tərəfindən doğru yoldadır. Doğru yol üzərindədirlər və əsl nicat tapanlar da onlardır. Uləikə alə hudən min Rabbihim və uləikə humul muflihun. Sadaqallahul aliyyul azim.